Hər il texnologiya dünyasında yeniliklər baş verir, amma bəziləri var ki, həqiqətən diqqət çəkməyi bacarır. Huawei-nin yeni MateBook Fold modeli də məhz belə cihazlardan biridir. Bu dünyanın ilk 18 düymlük qatlana bilən OLED ekranlı notebookudur. Cihaz açıldıqda tam ekran təcrübəsi təqdim edir. Qatlandıqda isə ölçü 13 düymə enərək daha portativ bir formaya düşür. Parlaqlıq baxımından isə 1600 nit HDR dəstəyi ilə həm qapalı, həm də açıq mühitdə yüksək görünürlük təmin edir. Huawei bu modeldə incəliyə və yüngüllüyə də xüsusi diqqət yetirib. Cihaz açıq halda cəmi 7.3 mm qalınlığa malikdir. Bağlı halda isə 14.9 mm çatır. Çəkisi isə sadəcə 1 kilo 16 qramdır. MateBook Fold gücünü Huawei-nin öz istehsalı olan 5 nanometrlik Kirin X90 prosesorundan alır. Bu çip həm gündəlik, həm də peşəkar istifadə üçün kifayət qədər performans təqdim edir. Əlavə olaraq cihazda 32 GB RAM və 1 TB və ya 2 TB SSD yaddaş variantları mövcuddur. Əməliyyat sistemi olaraq isə Huawei-nin yeni nəsil Harmonious 5 versiyası işləyir. Bu sistem artıq Windows və macOS-a real alternativ kimi qiymətləndirilir. MateBook Fold müxtəlif istifadə rejimləri ilə də seçilir. Cihazı tam açıq istifadə etmək mümkündür, amma eyni zamanda qatlayaraq şaquli və ya üfüqi formada iş rejimini dəyişmək olur. Xüsusi hazırlanmış virtual klaviatura isə 8 barmaqla toxunuşu dəstəkləyir və yüksək tezlikdə hərəkətlərə cavab verir. Qiymətə gəldikdə bu modelin 1 TB versiyası təxminən 3360 dolları, 2 TB-lıq versiyası isə 3700 dollar civarındadır. Cihazçı bazarında satışa 6 iyun tarixindən etibarən çıxacaq. Huawei MateBook Fold həm dizayn, həm texnologiya, həm də proqram təminatı baxımından bazarda yeni bir kateqoriyanın əsasını qoyub. Əgər qatlanan ekranlı, güclü və unikal bir notebook axtarırsınızsa, bu model diqqətə layiqdir. Videomu bəyəndinizsə, like etməyi və kanala abunə olmağı unutmayın.